61-ci məsələnin izahına baxaq. Ölkə əhalisinin sayı 80 milyon nəfərdir. Bir ildə doğulanların sayı 1,8 milyon nəfər, ölənlərin sayı isə 0,6 milyon nəfərdir. Hər 1000 nəfərə əhaliyə düşən təbii artımı tapın. Deməli, ümumi əhali 80 milyon nəfərdir. Ümumi əhali 80 milyondur. Biz də bilirik ki, təbii artım necə müəyyən olunur? Bir il ərzində olan təbii artımı tapmaq üçün il ərzində olan doğulanların sayı ilə ölənlərin sayının fərqini tapırıq. Yəni 1,8-dən çıxırıq 0,6-nı. Deməli 1,2 milyon nəfər olacaq. Milyon nəfər. Deməli 1,2 milyon nəfər ümumi əhaliyə olan bir il ərzində olan təbii artımdır. Bizdən nə tələb olunur? Hər 1000 nəfərə düşən təbii artımı. Yəni tənasübdən sadə formada həll edirik. Əgər 80 milyon əhaliyə ümumi artım 1,2 milyondursa, biz 1000 nəfərə düşən təbii artımı tapırıq ki, 1000 nəfərə neçə nəfər təbii artım olacaq. Buradan da hesablayanda deməli 15 nəfər tapırıq. 15 nəfər yazaq. Deməli, hər 1000 nəfərə düşən təbii artım nədir? 15 nəfər. Doğru cavab B bəndi.